Bəli, Allah Subhanahu taala Quran-Kərimdə buyurur ki: "Və mə xalaqtul cinnə vel insə illə liyəbudun." Mən insanları və cinləri yalnız mənə ibadət etmək üçün yaratdım. Burada hansı ibadətlər nəzərdə tutulur? Bütün ibadətlər. Bütün ibadətlər. Lakin biz bilməliyik ki, ibadət nə deməkdir? Çox adam belə bilir, ibadət yalnız namaz qılmaqdır və yaxud da əlləri qaldırıb dua etməkdir. Yox, o belə deyil. İbadət nədir? İbadət tərifi, yəni bütün əməllər, istər zahiri olsun əməllər, istər qəlbi əməllər olsun. Hansıları ki Allah Subhanahu va Teala sevir, əmr edir və sevir. Bunlar hamısı ibadətdir. Ona görə sənin valideynə yaxşı davranmaq ibadətdir. Sənin kasıba əl tutmaq ibadətdir. Sənin hətta işində o işi gözəl şəkildə, mükəmməl şəkildə o işi həyata keçirmək özü də ibadətdir. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm bir də deyir ki, Allah sevir. Sizin biriniz əgər bir iş eləyərsə, o işi mükəmməl eləsin. Və həmçinin Peyğəmbər sallallahu əleyhi və səlləm başqa hədisdə deyir ki, وَتَبَسُّمُكَ فِي وَجْهِ أَخِيكَ صَدَقَةٌ. Deyir, sən deyir, müsəlman qardaşım, baxıb, sadəcə onun üzünə gülürsənsə, mülayim bir davranış eləyirsən, sənin üçün sədəqədir. Sənin deyir, evə yemək gətirmək, çörək gətirmək, uşaqlara baxmaq sədəqədir sənin üçün. Yəni görürsüz, xülasə Allah Subhanahu va Teala bizi bu dünyaya ona görə yaradıb ki, biz yaxşı insan olaq. Bu mənanı desək daha aydın olacaq. Çünki çox adam elə bilir ki, ibadət yalnız namaz. Bəli, ibadət də namazdır. Əsas da ibadətlərdən biridir. Və lakin bütün ibadətlər onlar hamısını Allah Subhanahu bizdən tələb edir. Allah Subhanahu bizdən tələb eləyir, təkcə namaz qılmıyıq, yox. Hər xeyir işlərdən eləyək və pis şeylərdən çəkindirək. Xeyir işlər də var, vacib xeyir işlər. O var müstəhəb xeyir işlər. Və lakin mömin çalışmalıdır ki, maksimum xeyir işlər çox eləsin və bütün qadağan əməllərdən çəkinsin. Və həmçinin də Allah Subhanahu wa Taala Quran-ı Kərimdə buyurur ki, وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنْ يَعْبُدُوا اللّٰهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ. Deyir, bu missiya ilə, bu hədəflə biz bütün peyğəmbərləri göndərdik. Hər bir ümmətə göndərdik ki, peyğəmbərlər öyrətsinlər onlara tövhidi, tək Allaha ibadət etmək və şirkdən, Allahdan qeyrisinə ibadət etməkdən çəkinsinlər. Ona görə də əsas da ibadət tövhid. Tövhid də nədir? Tövhid yəni bilmək ki, Allah məni yaradıb və o mənim xaliqimdir və mən onun üçün yaşamalıyam. Çünki insan əgər tövhidlə Allah təslim olmasa, başqa bir şeyə təslim olacaq. Müsəlman da sözü görürsə, təslim sözündən əmələ gəlir. Müsəlman, yəni mən öz həyatımı təslim edirəm Allaha. Yalnız o əməllər eləyəcəm ki, Allah onları sevir və çəkinəcəm o əməllərdən ki, Allah onları sevmir, qadağan edib. Və bu da həqiqi ibadətdir, bu da həqiqi müsəlmandır, bu da həqiqi tövhiddir. Əks halda bunu etməsən, mütləq Allahın qulu olmasan, onun məxluqatların qulu olacaqsan. Ona görə ibadət etmək, yəni düzgün həyat sürmək və aləmləri Rəbbi olan Allah üçün yaşamaq. İbadət budur.